Mən sərxoş halda sürmürəm. Sadəcə toyxanadan çıxanda bunlar məni saxladılar, mən də dedim. Ağzıma nə soxuşdum, bir Sərxoş testdən keçdiniz. Hə. Spirtli çıxaşlar olundu. Hə. İstəyirsiniz içməmişik və sərxoş halda nə avtomobil? İçmişəm, yaxşı eləmişəm. Siz nə vaxtınız keçirsiniz belə? Biz jurnalistiyiz də, bizim də işimiz budur. Allah sizin işinizi ağır eləsin. Məsələn, ağır cəzalar alsın. Yəni bu cərimə olunmaqla sizə belə deyək də dərs oldu mu ki, növbəti dəfə yəni... Xeyr, mənə cəzazad yoxdur. Mənim dünya vecimə deyil. Mən sizə əlinizə alıb bu şturvalı gəzdirməyi arzu eləmirəm. Siz özünüzü yığışdırın, biraz yolunuza yığışın. Mən sizə nəhlət oxumuşum. O da yazdı, mənim sözüm. Mənim dünya vecimə deyil. Siz də Asakkan neçə yaşınız var? mənim 67 yaşım var. Xəlləmiş görmüşüm həyatda. Amma bəni soxmadı ağzıma. Mən xahiş elərdim məni bunu efirə verəsiniz. İşiniz gücünüz yoxdur, alınıza əlmişsiniz bu deyə bucadı bunu. İş görürsünüz güya. Amma üzr istəyirəm, dövlətin qanunu var da, niyə o qanun? Dövlətə siz ərsiz, dövlətə ziyan vuran sizsiniz. Xalqı var ki, sərxoş halda maşını idarə etmək. yaxşı edirəm. İşmişəm, keyfimdən gəlirəm. Belə sizi kimi adamlar mənə belə xoş gəlmir. Onu sizə görə işləyirəm, sizlərə görə. Mən bugün içirəm, yeyirəm. Sizlər kimi adamı gözümdə belə görmək istəmirəm.